Salam 3169 necəsiz? Yaxşıyam, siz necəsiz? Haralısan? Lənkəranlıyam. Ana tanırsan. Ne güzel kızsan ölmemiş. Ay, çox sevirəm səni, hər zaman danışamıram. Neçə yaşın var sen Allah az olmasın. 19. Danışım. Bence yok. Ama yaxşı kızdı da. Ama yani yaxşı danışaq. Şaka attın, getdin. Yaxşı. Keçi de 19 yaş oldu Tamam ne olacak? olacaq zaten. Dəqiq 20 tamam olacaq mı? Bəli, apreldə olacaq. Yaxşı. Ne iş görürsünüz? Heç bir iş görmürəm. Siz nə iş görürsünüz? Üniversite falan okumursan? Bu mektep falan? Her aktarırsan evlenmeye. Mən getdim, qayıtdım. Oo, neçə yaşında evlendin az? 17, 16. Neter? Qaçmışdım. Ay Allah'ım esirgesin seni az boy. Seni balaca yanıq. Ben sana dediğim ki Az. asistanını dinle. Dinlemiyorsun. Bak. Oo. Bak. Bir tokat atsanız ona orada bir tokat var mı? Ev şey diyorlar. Az mən nə bilim dedim indi oxuyum. Ben bakan kimi bilirəm də. Deyirəm eləmə. Ay mama. Özü canlıdır qışqırıqdır. Ay valideynlər, ay məni izləyənlər, ay gözəl cavan qızlar, cavan oğlanlar, həyat hələm davam edir, həyat iləridədir. Vallahi billahi sizə yemin edirəm, dünyanın ən peşman olacaq qərarını verməyin. Oxuyun, eləyin, əlinizdə diplomunuz olsun, işiniz gücünüz olsun, az bir eviniz, maşınız olsun, bir qazanç yeriniz olsun. Vallahi 28-30 yaşında tam evlənecek yaşta evlənin. Ay bacı, vallahi billahi peşman olarsınız. Sakın həyatlarınızı məhv eləməyin. Bax, mən sizə deyim. Təhsil alsınlar. Vallahi oxuyun. Sizə qalmaq təhsil olacaq. Öz pulunuzu qazanın. Öz gücünüzü hələm o yaşda değilsiniz. Az bu nə də az? 16-19 yaşında evlənmək, qaçmaq nə də ay aşkım. 2026'da yaxın millət Mars'a gedir. Mars'ı dünyalaştırmağa çalışır. Bizimkiler de 16 yaşında qızışıb qaçır. Aileden aslıdır. Hamısı aileden aslında həqiqətən.